Əziz dostlar, hər birinizi xoş gördük. Odlar yurdu Azərbaycanımızda, gözəl Bakımızda, füsunkar, dəbdəbəli görünüşə malik olan Praqa Palası hər biriniz xoş gördük. Bugün möhtəşəm bir ailənin qonağıyıq. Təbrik edirik bəy gəlinimizi. Allah mübarək eləsin inşallah. Sizlər üçün videolarımız olacaq. İzləməyi unutmayın bizləri. Təşəkkür edirik hər birinizə. Şükürlər olsun ki 8 noyabrımız zəfər günümüz var. Və bu zəfər günümüzü 44 günün nəticəsində canından fəda keçmiş şəhidlərimizə, qazilərimizə borcluyuq təbii ki. Mən sizlərin hər birinizdən rica edirdim. Bıçağı çəngələ bir kənara qoyaq, ayağa qalxaq zəhmət olmasa. Bir dəqiqəli sükutlə şəhidlərimiz yad deyin. Oynasınlar, yanıq kərəli sənərlər oynasınlar, oy bucağa gələnlər oynasınlar. Ay maşallah, arzumuz budur bu toplum şimdiye kadar. Ömrümüz olsun inşallah.